Kimin yetimsən sən? Kimin küçüysən danış görmə. Vallahi bile eləmədim əmi. Mənə bax alkaş göt verən. Oğlumu yığışdır yoksa koyup onunla bu yolun ortasına göt başı eləyəcəm. Ağardı Şuşa. Yani vazlar oldu. Açıqda atın qabağına az qala yıxılıb göt başı olmuştum. Cırıq olacaqdım. Neynirsən oğlum o kağızları? Dəftərim qutardı. Narahat olma oğlum. Bunları satıp təzə sənə dəftər alacağım. Benim güzel oğlum. Uşaqlar, misala həll eləyə bilən var? Sən gəl Bilal. 12'nin üstüne 13. 10 üstecen 10, 20. Şalvarı çırılıb. Şir verim oğlum. Riyaziyyatda səndən yaxşısı yoxdur bu sinifdə. Heç səni qozu alma. Sabah məktəbdə təzə şeylər verəcəklər bizə. Yardım kampanyasıdır. Təzə dəftərlər, ruçkalar, karandaş. Da ne oldu suçun kurtarında dahi? Müəllim birazdan gəlsin, onda başlayalım. Bu ne de? Bu yetimsən ne işi var burada? Ona danışıqda Dalıbayev. Bilal məktəbdə ən çox yardıma ehtiyacı olan uşaqlardan biridir. Mənim maraqlıdır. Piyanskanın oğluna veriləsi mal yoxdur məndə. Davay, bas bayda. Bu nə hərəkət Dala belə? Vicdanın götürə barmaq eləmir sənin. Başımı xarab eləmə. Qovaram məktəbdən. Sənin sortuba tıxıyım. Güzün ancaq kasıb küsübə satar bit bala. Atağın balası Allah verdi. Kaç bana kaçsan. Oğlum. Oğlum beni tek koyup bana gedin sen oğlum. Neçə ildə haralardaydın ay oğlum. Oğlum senin ben seni bırakmaram. Atası gelip bütün günü ara pul verecek. Ben de gelip onun oğluna paltar vereceğim he. Elə şey olar he. Ağlımız yoktu, hissim var yok lan hele. Oğlum. Qayıdıb gelmişsən atan yanına. Oğlum. Ağırcı qayıtdın oğlum, ne tersen. Ay oğlum necəsən, ne var ne yok canın başın. Oğlum. Oğlum ana gedirsən. Ne qəşəng maşının var, maşını var itəliyim. Bir dayan da oğlum. Oğlum. Sen benim oğlumsan, ben sen tanıyıram ya atanam senin. Oğlum. Oğlum. Beni tek koyup gitme ne olar. Qayıt Dala. Oğlum beni tek bırakma. Oğlum.